Qədim zamanlardan bəri insanlar müxtəlif irq və mədəniyyətlərin itib batan izlərini araşdırmağa maraq göstərirlər. Rusiya tarixində də öz mədəniyyəti, adət-ənənələri ilə seçilən və zamanla tarixə qərq olan qədim sivilizasiya mövcuddur. Mənim Planetim kanalında yayımlanan Rus izi proqramının müəllifi və aparıcısı Aleksey Nikulin Azərbaycana həsr olunan buraxılışını bu sözlərlə başlayır. Aparıcı Rus tarixi ilə bağlı yerlərin axtarışını qarşısına məqsəd qoyaraq ekspedisiyaya yollanır. Maarifləndirici kanalın çəkiliş qrupu bu dəfə Azərbaycanın Malakan icmasına həsr olunan film hazırlayır. Bu ekran əsəri üstü açılmamış, sirlərlə dolu və əfsanələr adlı sənədli layihələr silsiləsinə daxil edilib. Çəkiliş qrupu ilə birgə Aleksey Nikulin Malakanların Bakıda məskunlaşdığı yerlərlə tanış olur, İsmayıllı rayonunun Ivanovka kəndinə səyahət edir. Кавказское наместничество, Старый Баку, отсюда до моря метров 500. Сюда чуть ли не весь 19 век ехали, плыли, убегали от неласковой родины люди, которые называли себя духовными христианами, малаканами. Özlərini mənəvi xristianlar və yaxud malakanlar adlandıran 1 milyondan çox insan təzyiq altında və ya könüllü şəkildə evlərini tərk edir. Rus imperiyasının mərkəzi quberniyalarından Gürcüstan, Türkiyə, Kipr, Kanada, Meksika, Kaliforniya, Çili, Yeni Zelandiya üst tutur. Müəllif deyir ki, ən iri malakan diasporu Azərbaycanda məskunlaşır. Məşhur aparıcı araşdırmasına Bakının mərkəzindən başlayır. Məhz burada 19-cu əsrin ortalarında malakanların böyük bir qəsəbəsi yaranır. Filmdə malakanların dini, gündəlik həyatı, ailə dəyərləri barədə tarixçilər və alimlər danışır. Qeyd olunur ki, malakanlar tez bir zamanda Azərbaycan mühitinə uyğunlaşmağı bacardı. Rusiya düzənliklərini dağlara, qarı istiyə, çovdarı üzümə dəyişən malakanlar yerli əhali ilə yaxşı münasibət qura bildi. Aparıcı vurğulayır ki, Bakının mərkəzində Malakan adı ilə tanınan parkda isə hər zaman canlanma var. Bugün də Bakıda çox sayda malakanların yaşadığını deyən müəllif, sevilən və Azərbaycanda bir brendə çevrilən Ivanovka kəndinin məhsullarından söhbət açır. Məhsulların ekoloji təmin şəraitdə və köhnə ənənələrlə hazırlandığını əyani görmək üçün Aleksey Nikulin İsmayıllı rayonuna yola düşür. Отправляемся в Ивановку. В 200 километрах от Баку за Кавказским хребтом стоит и никуда не собирается исчезать малаканская деревня Ивановка, частичка России на азербайджанской земле. Böyük Qafqaz dağlarının arxasında insanı Rus üslubunda tikilən evlər, geniş buğda tarlaları, dəyirman və üzüm plantasiyaları qarşılayır. Bazar gününün səhəri burada toplantı keçirilir. Yerli əhali dua edir, İncildən ayətlər və mahnılar oxuyur, vacib məsələləri müzakirə edilir. Bütün bunlar isə əsrlər boyu kəsilmədən davam edir. Çəkiliş qrupu evlərin birində qonaqlayır, Malakan ailəsinin adət-ənənələri, mətbəxi ilə tanış olur. Müəllif deyir ki, sivilizasiyanın zamana qərq olunduğunu şahidi olursan, lakin özünəməxsusluq yenə də qorunub saxlanılır. Malakanların əksəriyyəti Azərbaycan dilində sərbəst danışa bilir, yerli əhali ilə rahat ünsiyyət qurur. Aparıcının həmsöhbəti olan sakinlər Azərbaycan torpağında rahat yaşadığını bildirirlər. Azərbaycanцы мягкодушные. Они принимали, особенно в наше время, очень добротно. И если попадешь в азербайджанское село, они приветствуют издали. Верчуреку, знаете, что там? Нет. Дай хлеб. Malakanların iş prosesini izləmək üçün Aleksey Nikulin kolxoza da yollanır. Azərbaycanın postsovet məkanında kollektiv təsərrüfatı qorunub saxlanan yeganə ölkə olduğu deyilir. Bu prosesdə isə Azərbaycan xalqının ümumi lideri Heydər Əliyevin əvəzsiz rolu vurğulanır. Filmdə deyilir ki, Ivanovkanın mədrəsə sortu üzüm plantasiyaları yüzlərlə hektar ərazini əhatə edir. İstehsal edilən çaxır və şirələri nəinki yerli, Rusiya, Türkiyə və Avropa bazarlarına ixrac edilir. Səyahətinin sonunda Aleksey Nikulin Ivanovkanın Diyarşünaslıq muzeyinə baş çəkir. Muzeyin direktoru Malakanların tarixi, mədəniyyəti, adətləri barədə dolğun məlumat verir. Покидая этот крохотный уголок русского мира, испытываешь массу эмоций. Конечно, удивление, восхищение. Beləliklə, tanınmış televiziya aparıcısı Malakanların tarixi vətənlərindən uzaqda bu illər ərzində özünəməxsusluqların qorunub saxlanmasının araşdırılmasını qarşısına məqsəd qoydu. Bunun cavabı isə göz önündədir. Tolerant və multikultural dəyərlərə sahib Azərbaycanda digər xalqlara isti münasibət və hörmətdir. Tural Orucov, Elşad Həsənov xəbərlər.